Dostlar, deməli belə artıq biz hazırıq və gedirik dükana. Yavaş-yavaş gedirik. Bacımla fikirləşirik hansını alaq. Bir bu var, krab bu xəlçənlidir. Bir bu var, bir də ki bunu yoxlamamışıq, bunu almaq istəyir. Amma bu da acı olar deyənə almırıq. Hansını alayım da? Qərar hansıdır? Doritoslar da var, amma biz çox eləyəsə. Məncə heç biri Pringles. Pringles alaq deyirsən. Yaxşı, baxarıq ona da onda. Pringles olmasa xoşumuza gələn olmasa bundan alaq amma. Bunlar qəşəngdir. Sütlər var. Sütlərdən 2 dənə şokoladlı götürək. Tamam. Onda 2 dənə şokoladlı götürək. Pepeli belə daş şokoladlardan var. İkinci dükkana giriyoruz. Dükkana kiçik bir misafir gəldi. Gəlin bura. Gəl. Bundan alacaqdım. Mavi rəncidir, qəşəng. Mavi ihtiyacım var. Bundan istəyirsən? Bu qəşəng. Hansı? Bunlar. Ağızlar aldım balata. 1 manata 50 dənədir. Gate belə deyək də stikerləri. Bunlar da rəng keçiş var, yəni xoşuma gəldi, aldım. Və bu alışverişdə demək olar ki, ən sevdiyim bu balaca kətanları oldu. Bunu çox sevdim çünki balaca üstünə məsələn şəkillər çəkə bilərəm, bəzəkli. Buna görə də xoşuma gəldi. Və son olaraq da mənim bir kitabını aldım belə, riyaziyyat kitabını aldım, 9 illiyi. Və alışverişim bu qədər idi. Onda ikinci gündə görüşürük. Bir daha salam dostlar. Artıq vlogumuzun ikinci hissəsindəyik. Yəni əsas hissəsində, çünki bu yəni sirkə gedəcəyimiz hissəsidir. Bu hissədə hazırlaşma, bunlar görəcəksiniz. Yəni hazırlaşma, sirkə getmə və sirkdən bir neçə kəsitlər görəcəksiniz. Onda ikinci hissəyə də keçək. Mənzərəmiz də belə idi. Gördüyünüz kimi biri çox bina, biri çox ağac, belə. Aksesuar olaraq təbii ki set taxacağım. Belə Aylin yazılıb bir setim var, ürək. Ürək var, ürəkdə də belə Aylin yazılıb. Demək olar ki, hər yerə bunu taxıram. Çünki yəni qızıl olan sepləri çox sevirəm, qızıl rəngdə olan sepləri. Buna görə də bu sepi istifadə. İndi isə bilərzik mövzusunda. Bilərzikdən biri belədir. Gördüyünüz kimi Aylin yazılan bilərzik bunlar belə. Budakı belə sıxmadır, ipdir. Bir dənə də belə A hərfi yazılan var. Biraz qərarsam əslində bu mövzuda. Amma belə deyək ki, rəngarəng olanda biraz mənə qəribə gələcək. Buna görə də böyük ehtimalla bunu taxacağım. Bu arada mən duxu gətirməyi unutmuşam. Buna görə də anamın bu duxusunu istifadə edəcəm. Bunun da yenə qoxusunu çox sevirəm. Lip balm olaraq da bu lip balmı işlədəcəm. Məncə shorts videolarda görmüsünüz bunu. Bunun həqiqətən yəni o qədər gözəl vanilya qoxusu var ki, özünə məxsus. Çox sevirəm buna görə. Şirin bir qoxusu var. Bunu da ki Trendyoldan almışdım. Yəni mənim çox xoşum gəldi. Lip balmın rəngi də belədir. Mən rəngli lip balmları işlətməyi xoşlamadığım üçün çox vaxt belə rəngsizlərdən istifadə edirəm. Dostlar, bayda mənim yadıma belə bir şey düşdü. Mən hələ də vlog üçün video qapağını hazırlamamışam. Buna görə də indi oturub hazırlayacağım. Hazırda seçə biləcəyim bir şey olmayacaq. Çünki vlogların video qapağını eləmək çox vaxt aparır. Buna görə də indi gedirəm video qapağı hazırlamağa. Deməli dostlar, artıq biz su idman sarayına çatdıq. Gördüyünüz kimi indi sirkin başlamasını gözləyirik burada. Getirə bilərsiniz, buyurun. Orada oyun var idi, şar partlatmaq. Üçün partladanda bir lot verilirdi. Biz bacımla işlə partladı bilmədik. Yəni anam kömək elədi, belə voleybol toplu bir lot qazanır.
Dostlar, deməli sirk bitdi. Artıq biz də yavaş-yavaş gedirik. Təşəkkür edirəm videonu izlədiyiniz üçün. Sağ olun.